Ağakərimov Elvin Eldənizoğlu 1 aprel 2002-ci ildə Şamaxı şəhərində anadan olub. 2008-2019-cu illərdə Şamaxı şəhər İnşaatçı qəsəbə tam orta məktəbində təhsil alıb. Erkən yaşlarından güləşlə məşğul olub, subay idi. O 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Ağakərimov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-sində Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra Laçının azad olunmasına görə medalı, Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin digər 5 noyabr 2021-ci il tarixli sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra Suqovuşanın azad olunmasına görə medalı ilə təltif edildi. Elvin lap uşaqlıqdan çox çılğın və torpağa, vətənə bağlı bir insan kimi yetişmişdir. Belə ki, o 6 aydır ki, həqiqi hərbi xidmətdə ki, Elvin Tərtər zonasında qulluq edir. Elə oldu ki, ümumiyyətlə Elvinin bir amalı vardı ki, deməli, vətəni qorumaq, yadelli işğalçıları torpaqdan deməli qovulmasında iştirak etmək, ümumiyyətlə onun amalı vətəni, torpağı qorumaq. Elvin yenə silaha sarıldı, Suqovuşan istiqamətində, Laçın istiqamətində döyüşlərdə fəal iştirak elədi. Axırıncı dəfə 26-sı mənlə danışdı, demədi müharibə olmağa. Sonra eşitdim ki, Elvin müharibəyə gedib. Ayın 3-cü günü şəhid oldu, gəldi. Yaşasaydı 20 yaşı eləyəcəkdi. Təəssüf ki, oldu. Cənnətdə 20 yaşını qeyd elədi. Vətən sevən uşağı idi. Böyüklə böyük idi, balaca ilə balaca. Mamasını çox istəyirdi. Daidimə vətənin mamasından çox istəyirmiş. Mən fəxr edirəm ki, mən eləncik oğlum var. Mən fəxr edirəm ki, uşağım getdi Qarabağ 2-ci müharibə döyüşündə torpaqlarımızı azad elədi. Allah şəhidlərimizə rəhmət və salsın.